Bilirsən səyahətdə ən əsəbi an hansıdır? Baqajı gözləyirsən lentdə, amma o gəlmir. Elə olur ki, sındırırlar və yaxud da ki, itirirlər. Amma narahatçılığa heç ehtiyac yoxdur, çünki mən sənə nə etməli olduğunu deyəcəm. İlk öncə baqaj biletini və etiketini saxla. Bu sənə gələcəkdə çox kömək olacaq. Əgər çantandan heç bir iz tozu yoxdursa, onda hava limanında formu doldura bilərsən. Unutma ki, dəyərli əşyalarını və sənədlərini heç vaxt baqajda saxlama, onları əl yükündə saxla. Bu gələcəkdə böyük problem yaşamağının qarşısını alacaq. Əgər baqaj 21 gün ərzində tapılmazsa, onda sənin təzminat almaq haqqın var. Çamadan sınıbsa, sən onu dərhal şəklini çək və müraciət et. Onda onlar ya yenisini verəcəklər sənə, ya da ki, təmir edəcəklər. Yəni bu baqaj problemi böyük bir dərd deyil və səyahətin sonu deyil. Sadəcə kiçik bir problemdir. Belə bir halla rastlaşanda Flyfriendly-yə rahatlıqla müraciət edə bilərsiniz. Əgər sən də belə çətinliklə üzləşmisənsə, onda şərhlərdə bizimlə bunu bölüş. Videonu bəyənib və paylaşmağı unutmayın.